Salam, axşamınız xeyir. 84-cü sual izahı ilə davam edirik. Qaz qarışığı verib helyumdan CH4 hər birinin kütləsini bərabər veribdir. Əgər helyum və CH4-ün kütləsini bərabər götürmək üçün helyumun kütləsi görürsünüz ki 4-dür. Helyum bərabərdir 4. CH4 də bərabərdir karbon 12, 4 dənə də hidrogen 16. Demək ki, kütləsi bərabər olmaq üçün 4 helyumdur minimum. 1 mol da CH4'dür. Deyir ki, qarışığın orta molyar kütləsini hesablayın. 4 helyumun kütləsi 16 plus 16 bölək 5. 32-ni bölük 5-ə, o da 8,4. Birinci ayırdım. Helyumun kütləsini birinci gördük ki 4'ə bərabərdir. CH4'ün kütləsi isə 16'ya bərabərdir. Hər birinin kütləsini m veribdir deyə bərabər kütlədə götürmək üçün helyumu 4 mol götürdüm. CH4'ü də 1 mol götürdüm minimum. Helyumun 4 molunun kütləsi 4 vuraq 4 16. Üstə gəlsin CH4'ün 1 molunun kütləsi bölək 4 mol helyum plus 1 mol CH4 5 mol elədi. 32-ni də 5'ə böləndə 8,4.